Bugün Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə final mərhələsi davam edir. Bildiyiniz kimi ötən gün fizika fənni üzrə nəzəri hissə həyata keçirilmişdir. Bugün şagirdlərimizə olimpiadanın praktiki hissəsi təqdim edilir və şagirdlər təxminən 2 saat ərzində onlara təqdim edilən bu tapşırıqları yerinə yetirməyə çalışacaqlar. Ən son 5-6 may tarixlərində riyaziyyat fənni üzrə yekunlaşdıracağıq. Bilirsiniz elə tarix fənni, coğrafiya, Azərbaycan dili, ədəbiyyat, biologiya fənni üzrə olimpiadalar keçiriləcək. Mən Allahverdi Kamran Rəsuloğlu, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin 8-ci sinifində təhsil alıram. Kamran, necə keçdi sənin üçün bugün? İmtahan çox şəffaf şəkildə keçirildi, suallar çox maraqlı idi və eksperiment turu olduğundan daha çox praktika ilə məşğul olduq. Bizə bu turda sındırma əmsalı soruşuldu. Qeyd edim ki, bu çox maraqlı idi, eyni zamanda çox da çətin idi. Çox vaxt tələb edən bir iş idi, amma təbii ki də çatdırmaq mümkün idi. Ümid edirəm ki, 15 baldan 13 baldan daha yuxarı toplayacağam. Hacızadə Əli, Akademik Zərif Əliyev adına liseydə 9-cu sinif şagirdim. Necə keçdi sənin üçün bugünkü? Deyərəm ki, bugünkü imtahan yaxşı keçdi. Əslində dünən də çox da pis keçməmişdi. Razıyam nəticəmdən. Uşaqlar güclüdür həqiqətən. Hər kəs hazırlaşıbdı. Aylarla hazırlaşmışıq. Qismət deyək. Kim daha yaxşı yazıbsa o da keçəcək. Abdulaziz Ayhan, Humanitar Fənlər Liseyi. Necə keçdi sənin üçün? Yaxşı keçdi. Bugünkü imtahan rahat idi. Dünənkinə baxanda biraz daha asan oldu mənim üçün. Nəzrin Xəlzadə, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydən. Mən özümdən güvənirəm, düşünürəm ki, bürünc və gümüş medal ala bilərəm. Mən İlyas Babayev, Gəncə Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin 8-ci sinif şagirdiyəm. İlyas hansı fəndən imtahan verir? Mən fizika fənnindən olimpiyadaya qoşulmuşdum və indi final mərhələsində iştirak edirəm. Dünən necə keçmişdi sənin üçün? Bugün necə keçdi? Bugün dünəndən daha yaxşı keçdi. Həm suallar biraz asan oldu, həm də daha yaxşı işləyə bildim. Vaxt tam çatdı. Dünən nisbətən biraz zəif oldu, çünki bilmədiyim bir sual oldu. Onun üçün də bugün daha yaxşı keçdi. Mən Gülay Yozalı, Türkiyə Dəyənət Vəkili Bakı Türk Liseyində oxuyuram. Gülay, necə keçdi sənin üçün bugün? İmtahan yaxşı keçdi mənim üçün. Suallar kifayət qədər yaxşı idi. Təcrübə də maraqlı keçdi. Bəyəndim mən bu mərhələni. Sevinç Zeynallı, Gəncə Fritil. Necə keçdi sənin üçün bugün? Yaxşı idi, nəticələr də yaxşı olacaq. Özünə əminsən, finalda görüşəcəksən. Bəli.